Pasiyen düşmeye bak. Sözü düşmeye. Bu ayaklarımız. Zalimlerin məhvına oradan getmesine xatir. Azərbaycanda hicaba karşı çıkanlar, metüs sökənlər, azan sesi kesenlerin məhvına oradan getmesine xatir. Azərbaycanda harınlamış qüvvələrin məhvına bu xaricərin rüsvay olmasına xatir tekbir! Allahu Ekber! Allahu Ekber! Deməli, bugünkü gün məmurların siyasəti ondan ibarətdir ki, Azərbaycan xalqını zəiflətdirmək, uzun müddət hakimiyyətdə oturmaq, məqsədləri bundan ibarətdir. Bu haqsızlığa göz yummaq haramdır, bu müsibətlərə susmaq haramdır, sussuz işığımızı kesəcəklər, qazımızı kesəcəklər, sussuz hətta da başımızı kesəcəklər. Necə də kesirlər? Dini alimlərə aparmaq, xalqın başını kesmək deməkdir. Anası şəhid olan övladı ölümdən qorxmaz. Bunlar kimlə qorxudur bizi? Nə ilə qorxudurlar bizi? Tekbir! Əgər istəyirlər məsələlər həll olsun və xüsusən seçki qabağıdır ölkədə sakitçilik olsun, nə istəyirik onu versinlər. Biz haqqımızdan artıq şey istəmirik. Bizi həbs eləməklə bu səs susmayacaq. Dünən Hacı Möhsün idi, Hacı Fəramiz idi. Tuturlar da bunları. Hacı Abgüldür, Hacı Talihdir, biz varıq, bizim övladlarımız var. Ta nə qədər qanımız axır, nə qədər ki damarımızda qanımız var, səsimiz susmayacaq. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Onu bil ki, əgər sən bugün qardaşlarımızı zindana salmaqla bizi qarşında görərsən, bugün mən tək deyirəm, tək danışmıram. Cəm, o kim ki o xanımlar danışmaq istəyir, səslər ucadmaq istəyirlər ki, ləbbək ya Allah, biz də sənin ayyə ləbbək deyirik, ləbbək ya Hüseyin, biz də sənin çağırışına ləbbək deyirik. Onu bilginə ki, nə qədər gedən nəfsimiz var, nə qədər gələn nəfəsimiz var, mübarizə aparacaq. Dərimizi solsuzsa, canımızı alsız da, başımızı kəssizsə, tək bircə dua edirik. Və cəm möminlərdən istəyirik bu duanı eləsin ki, ilahi bizi izzətli və xeyirli aqibət nəsib elə. Biz bura nəinki ağlaşma qurmağa, biz bura ultimatum verməyə gəlmişik. Biz bura öz sözümüzü, öz mövqeyimizi Azərbaycan inancıları adından öz mövqeyimizi ortaya qoymağa, sərgiləməyə gəlmişik ki, onu biləsiz ki, siz bugün Hacı Talihi həbs elədiniz. Və mütəal Allahdan istəyimiz odur ki, elə bugün öz səhvinizi başa düşüb azad eləyəsiniz. İnşallah. Ancaq belə bir həssas dönəmdə ən azından sizin üçün həssas olan bir dönəmdə bütün mütərəqqi ideyaların ziddinə olaraq üçüncü dəfə iqtidara gəlmək istədiyiniz seçki ilində, seçki öncəsi belə bir addımı atmağınız öz şərəfsizliyinizin heç bir əndazəyə sığmadığını nümayişkaranə şəkildə bütün dünyanın gözünə baxaraq göstərməyimiz sizə heç də başucalığı gətirməyəcək. Məmurlara ölüm olsun! Məmurlara ölüm olsun! Məmurlara ölüm olsun! Məmurlara ölüm olsun! Bəxt olsa gəlsin. Bizə adam qabağa elədilər, dözdük. Hicaba ihanət elədilər, dözdük. Demək istədilər ki, biz sizi qanunuza da susamışıq. Amma bilsinlər, əgər qanun suyublar, buyursunlar. Bizim qanunumuz İmam Hüseynin qanunu kimi tökülməyə hazırdır. Onlar nəyin xərcləyirlər bilmirəm. Biz dinin xərcləyirik. Bizi qorxutmasınlar ki, belə eləyərik, belə eləyərik. Əgər bizim böyüklərimizlə otura bilmədilərsə, bizlə otursunlar. Əgər alimimizlə oturmağa kişiləri çatmırsa, qoy mənim kimi cahillərlə otursunlar. Siz bir də onu başa düşün ki,
bütün Azərbaycan ayağa qalxacaq. Bu məsələ, bu tutasız, bu şərləmələr, bu insanların zindanda əzab əziyyətə verməklər, bunlar bir yana çıxmayacaq. Mən Azərbaycanın hər bir vəziyyətini görürük. Şükürlər olsun ki, 30 ildən yuxarıdır bu məsələlərdə necə həcələr demişkən külük vurur. Başa düşün, sizin boyunuz, bu vağonunuz, paravozunuz gezib. Daha bu müsəlman xalqı, bu müsəlman insanları, cəmaatımızı qorxu, hürkü altında saxlaya bilməyəcəksiniz. Təkbir! Azərbaycanda nə qədər qan tökülməyib. Mən hamımıza müraciət edirəm. Buradan bütün medialar buradadır. Eşidirlər, yazıcılar, internet əsridir. Bütün hər yan xəbər tutacaq. Mən buradan sizə müraciət edirəm. Belə oyunlardan qurtarın. Çünki mən yaşlı adamda başqa cür yanaşarım məsələyə. Amma cavanlarımız ayağa qalxanda və necə ki, qalxırlar, dalbadalda, bütün Azərbaycanda qalxacaqlar. Deməli, o cavanlarımız ki, meydana çıxmışlar, fəvvarələr meydanına, əskər analarının o sürünməsini, o sürüzürsən, elə bilirsən, o ilə məsələ həll edəcəksən. Sən onu bilgirən, bütün Azərbaycanın gəncləri, müsəlmanları qalxacaqlar ayağa. Mən istədiyim budur ki, bu şərləmə məsələlərini qurtarsınlar. Ben buna görə də bura çıxmışam. Başa düşün, zaman keçib, daha əvvəlki dövr olmayacaq. Sizin o qeyri-qanuni hərəkətlərimiz, qeyri-insani hərəkətlərimiz yol tapıb gezməyəcək. Heç kəs bu ölkədə, bu məmləkətdə şahlıq iddiasında olmasın. Bu millət daha boyunduruq altına gezməyəcək. Sən küçənin zinzibilli reklam eləməklə şəhidlər reklam edə də, bəs Qarabağ almırdın, nə oldu? Dedin 6 milyon, 7 milyon artırmışsan, geri çıxmışsan Erməni 2 dəfə artırmışsan, nə olsun? Hani? Deməli o adamlar ki göstərir səni, onlar məni dökmək üçündür. Fəvvarələr meydanında, İmam Hüseyin meydanında, Azadlıq meydanında məni sürüzmək üçün, şəhid analarını sürüzmək üçün sənə bu işləri görənlərə doğrudan da ağrı. Onlar sübuta yetirdilər ki, yenə də bu rejim şərəfsiz rejimdir. Bunun dəlili də budur ki, 31 Martda Azərbaycanlıların soyqırımı günü Azərbaycanlıları həbs edənləri, Azərbaycanlıları sürgün edənləri, Azərbaycan xalqını, bacılarını, qızlarını vəhşicəsinə dünyadan aparanlar, zəll edənlər ermənilər idi. Bugün də Azərbaycanın qeyrətli oğlunu tutmaqlığına bunlar sübuta yetirdilər ki, bunlar ermənilərdən heç bir fərqi yoxdur və onlardan da hətta pisdir. Bugün biz özümüzü tuturuq Azərbaycan hakimiyyətinə deyirik. Tez bir zamanlarda əgər Hacı Talihi həbsdən azad eləməsin, bunun çox bir ən pis vəziyyətini sizlərə biz sübuta yetirəcəyik. Biz bugün zülmə boyun əysək, bizi eyni aqibət gözləyir. Təkbir! Sonra mən üzümü zalim cəbhəsinə tutmaq istəyirəm və demək istəyirəm ki, ibrət alın. İbrət alın Abbasi rejimindən, Əməvi rejimindən. Elə çox uzağa getmək. İndi müasir rejimlərdən, Pəhləvi rejimi, Benəli rejimi, Mübarək rejimi, onların hamısı dinlə mübarizə edibdir və sonunu gördük onların. Məsəl üçün, Mübarəkin partiyasında 2 milyondan çox adam vardı. İndi bunların hamısı haradadır? Bizim YAP partiyasının da 600 min üzvi var. Amma mən vallahi deyirəm, əgər bir şey başlasa, bunlardan 6 nəfəri qalsa yaxşıdır.